Demək, Azərbaycan interfeysi keçim yoxsa rus da bəs kifayət edir yəni? Yoxsa dəyişim onu? İnterfeysi dəyişim Azərbaycan dilinə? Azərbaycan da qoyum interfeysi, yəni onu soruşsaq da. Tamam. Tamam. Ondan şüphə yoxdur. Bunu apara edelim. Demək, əmək hesablanması, baxın, bizdə ilk öncə kadr sənədlərini işləyirik, bu aydın məsələdir. Bundan sonra gəlirsiniz bu əmək hissəsinə. Əmək haqqında biz əvvəlcə birinci növbədə tabir işləməliyik. Tabirlər. Daxil olub tabirimizə. Tabiri doldururuq. Burada bizdə bir dənə bir şey soruşum ki, bu qabağına quş qoydular, bunlar qeyri-rəsmlər düzdür? Yoxsa bu zaten bunlar hamısı bunlar rəsmi danışır, düzdür? Bu da rəsmidir, hə? Hashtaglə. Tamam, o görsəni desəm burada. Hə, yafq olanlar 6-cı günlər var, düzdür? Bir də kadmede olanlar var. Hə, tamam. Mesela tabel doldurdum. Mesela sentabl tabel doldurmuşuq, görürsünüz də. Doldurma düyməsini basırıq, doldururuq da. Ondan sonra gəlirik əmək haqqının hesablanması və ödənilməsi. Burada biz yaratma düyməsində расчет начисления vururuq. Biz əvvəl buna baxırdıq. Bunu vurmaq lazım. Расчет начисления. Görürsünüz, burada hesablamışıq. Bu da çox sadə elə doldurmaq düyməsini vururuz, doldurur. Avtomatik əməkdaşlar hamısını doldururlar. Burada cross məbləğlərini doldurur hamısını, görürsünüz, crossları doldurur. Bunun bir dənə prosta biz oyunu dəyişdik, akv adını. Bunu da cross yazmaq lazımdır. Yəni ki, 441 olacaqdır, düzdür? 14. Bunu da girib dəyişərsiniz şeyin içindən. İşə qabı sənin içindən dəyişərsiniz. Ondan sonra burada ancaq bizdə nə hesablayır? Crosslarımızı atır, doldurur sənin içini. Bu kimdir bizdə? Mustafa Bəyli, Kamil. Görəcəksiniz burada. Sənədə çıx təzdən girsəm, görəcəksiniz 400 manat da. Baxın. O 400 manat da görürsünüz. Bəli, bizləmişdik, bəli. Tamam. 441 olmalıdır. Hamısı burada gross məbləğ olmalıdır. Hamısı gross olacaq. Əvvəldən düz yazmışıq, hələ gross da qalacaq. Demək, kadr sənədləri orada əməkdaşın adından kopyalanır. Dostum, o çaşdırdı ki, ulduzlu nədir, ulduzsuz nədir? Tamam, söz. Yoxsa biz onu nə vaxt qoyuruq? Biz onu o vaxt qoyuruq ki, rəsmi, qeyri-rəsmi olanda qoyuruq. Amma siz görürəm ki, ümumiyyətlə sizə... Bəli. Tamam. Все. 25, sentyabr seçirəm, tarixdən ayına axır qoymaq lazımdır. Çalışın çox vaxt. Bir xırda şeylər də onlara riayət edəsiniz. Burada hesablanmışdı məbləği göstərir, düzdür. Ödəməyi gələndə, ödəməyi vuranda bu fikir verir, məbləğ dəyişir, görürsünüz. Burada bizdə 15.000-dir, gross məbləğ.
Bu isə bizdə artıq olacaq net məbləğlər. Görürsünüz? Gördünüz? Fikir verdiniz də. Bu da nə vaxt olunur? O vaxt ki, biz bu işi görəndən sonra Natslenson gəlirik. Biz burada bizdə burada bir sənədimiz var. Tutulmalar, əmək haqqı, əks olunması yox. Bir dəqiqə, azından dedim də onu. Adını. Yox, burada əvvəlcə biz vergini hesablamalıyıq. Vergisini. Hadi bax, rəşad naloq. Birinci onun vergisini hesablamalıyıq. Sonra artıq şey eləməliyik, birdən. Bizdə burada bir dənə təzdən çıxın, təzdən dedim. Qalsın konuşusunda var mı? Göstərməmişim. Yaxşı, deyiləm. Naloq vznosda artıdan ikinci. Naloq vznos. Vergi, vergi və ödənişlər. Tutulma ərizəsi yox, bu deyil. Nə deyir, aşıq naloq burada var da. Sonra misalda düyməsini vurursunuz. Həmin ay üçün da sentyabr ayı düzdür. Sentyabr ayı üçün doldurma vurursunuz. Doldurma vuranda, baxın, bu sizə bütün tutulmaları burada hamısını doldurur. Bax, FHS-dir, PF-dir, SPF-dir, hamısını bir doldurur. Onun sonra doldurandan sonra kestirsən. Bunu hesablayandan sonra gəlirik, əmək haqqıda onun əmək haqqı səhəmiz var idi bizim. Burada elə bir ki, ödəməni edirik. Nəyə üçün bir ardıcılıq belədir? Çünki, fikir verin, burada hamısının tutulmasını düz hesablasın deyənədir də, yəni. Tutulmaları çıxsın, net məbləğləri saxlasın. Onu da ki, ödəməni də ki, aydın məsələdir ki, ödəmək vurursunuz, sənədi provis takit vurursunuz, düşür avtomatik ödəmələrə. Bir də mən baxım görməndə ödəmələrdə nəsə var, sənədi yaratmış ola bilərəm. Ödənişlər, əmək haqqı sazlaç bırak görək, çeyiz kassa ödəməkdə bizdə doldurma olaraq, doldurmamısın. Bu qaydada olar, eləmək, o qaydada olar. Bir də biraz noyabr, mən şey seçdim, sentyabr. Sentyabr, burada da qoyuram sentyabr ayı. Sonra zarplata za mesec, kassa. Okey, ödəniş, buna heç olmasa bu tarix ki var, bu ödəniş tarix. Bu hansı ay üçün olduğunu göstərməlidir də, hansı ay. Burada tarixi okey seçə bilərsiniz, ayın 5-i ödəyirsiniz noyabrın, problem yoxdur. Amma razıyam, problem yoxdur. Bunu seçin oktyabrın 8-i ödəniz. Düzdür, oktyabr. Amma ödəniş ayı rəşad ayda, hesablama ayı, hansı aydır? Əgər bir də sentyabr sürüyoruz, hamıca yazıb sentyabr ayı üçün doldurub bura. Sonra bunu kestirsiniz, bunu əsas. Kassanın heç, bilmirəm, deyən siz bilirsiniz də, nə yazmaq vaxtınız? Onda bankda o. Onda cədvəl bankdan eləmək olar. Bizdə onda məsələ nədir? Bizdə burada bunun içində qabaqdan yazılıb da ki, onun hesablaması, bizdə daha doğrusu bu kadrda o əvvəlcədən qeyd olunur. Bir dəqiqə. Bütün kadr sənədləri.
şubu cəhətlərini deyir. Əmək haqqı. Bu donu deməli şey. Düzdür. Zaponis rekviziti. Bu ödənmə qaydası seçilməlidir burada. Bunun birisi ya da yok. Siz onu alıyorsunuz. Hardan bir 200 kassa ödülmüş. Ona bakın. Siz de oradan Siz bir şey. bunu yayınlasın. Hardan bir 200 kassa ödülmüş. Ha, burada, baba. Biz burada qeyd etməliyik ki, bunu hardan ödəyirik biz? İmini bu adam üçün. Görürsünüz? Bəli. Bankdır, kassadır. Bax burada ödəmələr və xərclər burada göstərilməlidir. Kartdır, bankdır, kassa vasitəsilədir, yoxsa ki, paylayıcıdır. Məsələn, yəni Məndə bank seçməlisində hansı bankdır? Bəli, yaradıcı bank hesabı yaradıb seçəcəksiniz. Əmək haqqı bankları ayrıdır da. Belə banklar var, amma əmək haqqı ilə bağlı yoxdur. Bu bank nədir? Bu şeyin hesab kartı var, o şeyin fiziki şəxsin, əməkdaşın. Odur. Belə yoxsa kartı köçür. Ha, bu metod heç. Metod seçəndən sonra burada onu göstərməlidir də. Bir dəqiqə. Əmək ödənilməsi, düzdür. Burada seçəcəksiniz də hardan çıxacaq. Burada seçəcəksiniz. Bəli, siz mən sizə baş salınmadım. Yaxşı, bir dəqiqə mən sizə belə baş salındı. Baxın. Gəlirəm əməkdaşa, düzdür. Bir də əməkdaşlığın hansı bankdandır? Bu bankdır bu. Birini deyin, hansı bankdır? Mənə deyin birini. Bu bankdır bunlar. Belə deyin də. Hamısı əgər bankdan ödənilirsə, mən onda belə deyim, bank hesabını köçürmə ilə, düzdür. Baxın, görün bunun bankı var. Nəsə bir dənə buraya hesabını istəyirsən. Məsələn, kapital olacaqdır yəni, işte, düzdür. Budur. Seçdik, sonra yazdıq, bağladıq. Düzdür. Onda bəli. Bank. Hə. Hansı pet friend budadır, hansıdır bu? Budur. Seçdik, pet friend oldu. Neyse, okey. Mən dəyişim də onda. Burada dəyişmir. Əslində seçirəm onu. Yox, mən verdim də hər şey verdim. Burada dəyişmir. Neyse, bu dəqiqə vacib deyil. Biz əsas təlim izahı. Bəli. Sadəcə buranda bank vuracaqsınız. Düzdür. Bir dəqiqə. Maşrut. Və gətdə əməkdaş göz doldur burada. Bank, mən məsəl üçün, nə. Bax, bu qayda ödəyəcəksiniz. Burada tarixə fikir verin. Sentyabr ayı. Buradakı ödəniş tarixdən okeydə tutalım ödəniş onu oktyabrın 6-sı, 1-ci gün ödəyirsiniz. Bu qaydada. Tamam.
olsun. Onu premier verin, premier için verin də onda. Məsəl üçün olar belə də verin. Əslində biz rəsmi, qeyri-rəsmi deyəndə biz 2 dənə əməkdaş yaradırıq. Rəsmi, məsəl üçün ən yaxşısı məncə elədiyi üçün hər ay hər dəfə sənəd premier sənədi yaratmaq da olar. Gəlin ən yaxşısı verin, işə qəbul işləyin. Yəni işə qəbul işləyin. İşçi yaradın elə bir. Adın qabağına şey qoyun. Biz məsələn belə yaradanda biz bunu qeyri-rəsmi qoyuruq. Qeyri-rəsmi. Bu qeyri-rəsmi deməkdir bizdə. Qabağına hashtag varsa əgər. Bilirsiniz? Bəli, bir adamın 2 dənə adı olacaq. Bəli, biri olacaq Əliyeva Təranə Kəmaləddin qızı. Bir də olacaq hashtaglə Əliyev Təranə Kəmaləddin qızı. Bəli, bəli. Ayrı olsun. Məsəl üçün də, hə. Olmayacaq, bəli. Ona narahat olmayın. Siz hələ sənəd əmək hesablaması eləyəndə burada. O da gələcək, bunun yanına dolacaq bura. Hamısı gəlib dolacaq bura, hamısı bir yerə. Prosta hesablama verəndə, bu tutulmaları hesablayanda burada rəşad var, İslamın. Bunu hesablayanda artıq orucu gəlib burada olmayacaq bura. Həmin adamlar burada olmayacaq. Bir dəfə düşəcək bu. Hə. Və ödənişin bəli. Hesablamayacaq. Çünki onun bazı rəşotu ayrı olacaq derbildə. Desə ona narahat olmayın. Siz dediyim kimi yaradın iki əməkdaşları. Mən sizə bir dəfə hesablama verib göstərəcəm. Kassa olacaq. Kassa olacaq. Bəli. Bəli. Ona narahat olmayın. O yaygın bir şey. Heç bir fərqi yoxdur. Onu yaratmaq deyəndə orada əgər bu kadrı yaratmışsa o da elə bir şeydir. Yəni silah bunu göstərir. Məsəl üçün kadr işə qəbul düzdür. Şöbəni seçəcəksiniz. Məsəl üçün idarəetmə heyəti. Vəzifə seçəcəksiniz. Başqa nə seçmişsiniz ki? Bundan. Əməkdaş seçmək lazımdır. Düz bu düzdür. O seçki bir dənə bu olmalıdır, bu da olmamalıdır. Bir dənə əməkdaş yaratacaq. Mən bunları yaratmaq istəmirəm də yalancı. Yəni burada bunu necə doldurmamışsınız, eyni qayda dolduracaqsınız, düzdür. Bir dənə prosta vəzifədə bundan sonra vəzifə aysa. Burada upload olmayacaq. İşte koyun. Все. Düzdür hər şey.
vergi, uçut. Aha, vergilər də ki, silirik. Məsələn, bir zamanı seçməliyəm burada. Burası necə lazım? Bakımlar. Ki, bu qalsın, elə çox problem yoxdur. Bundan oradan sonra şeylər. Ki, burası dolur da şey. Burada söyləyəməm də. Yaxşı, gəlin yazmaq vurulmuyor da ki, aktivləşdirməm şeyləri. Okey. Həmişə okey. Sonsuz. Süs yox, lazım. Bunlarda bunu seçsiniz və bunu seçsiniz. Bunu. Qeyri-rəsmilərdə. Şu. Bunu seçdiniz, akadın yazdınız, qutardı getdi. Yəni bu qədər sadə. Bu qayda hesabı hamısı yazırız. Biz tariximiz yarımsı qaldı. Hə. Hesablamaya verdiyi vergimizi tutulmamızı elədik. İndi qalır nə? Qalır atrajen eləmək. Atrajen nədir? Əmək haqqının maliyyə çotunda əks olunması. Bu da çox sadə bir sənəddir. Sənədi açırıq. Burada bizdə doldurma düyməsi. Onu sıxandan sonra gətirir bütün bölmələr üzrə hamısını doldurur. İTS və s. hamısını. Pensionunu, DSMP-ni, hamısını doldurur. Ondan sonra sənədi keçirirsiniz, bağlayırsınız. Bu da gəlib robotika verir bizim mühasibə haqqımızda. Hamısını göstərir. Bu qayda. Ezamiyyət də eyni qayda olacaq. Əməkdaş ezamiyyətə buraxıldı, düzdür, kadr işləyəndə. Bunu yarın işləmişsiniz də kadr hissəsində. Əməkdaş kimdir orada əməkdaş ezamiyyətə gedən? Mətləb var. Mətləb. Olan çukur. Eminirsən? Hə, tapdıq. Məsəl üçün, hansı aydadır? Tamam. Ну, они же так назвали, как это изменить? Это неправильно, потому что они просто контролируют. Onun için getdi proqram özündən. Ha, internet getdi. Yox, internet getdi. Gəldi. Görürsün ekranımı? Ne? Hə. Şu hesabladı hamısını, düzdür. Bax, burada hesablama qaydası var. Bax, burada görürsü hesablayır da. Ümumi əmək haqqısı bu qədərdir. Məsəl üçün, prosta burada elə başa düşdü ki, bu 22 gündür. Yaxşı, qəbul edirəm da. Bunu əslində belə perişotləmək olar da. Bu 23 gün niyə hesabladı? Bu 23 gün deyil axı. Təkrar oxumaq, yox. Əl ilə doldurmaq. Noyabr. Əslində yox. Əslində yox. Yaxşı, Bu yəni işləmir. Amma yəni nəsə kritik problem yox. 01, 11, 06, 11. Bunu doldurdu, burada yazdı ki. O fasonda.
Yok, o her şey düzdür. Bakın. 6000 olmalı değil. Mən düzəltdi. Orta əmək haqqını götürdü, nə qədər yazıyor? Надо было прописать. Bu sənəddə axı çap forma yoxdur deyə, o uçurda salınmıyor, и он не может его ответственные лица получить. Ödəniş tarixini qoyaq. Методами документов для каждого реквизита, если нет реквизита. Noyabr ayının. Orada вообще orada desən. Olsun. 7'si. Diğer dersene. İşlədiyi saatlar. Yarasa problem olmuyor. Saatlı 6 dəfə 24-ün 256 ildə düşdü. Ümumi əmək haqqısı 498 manat 29 qəpik. Orta əmək haqqısı 83. Adamın göre doверенность var. Bunun yer olsun. Ama bu doверенность. Ha, siz xərc hesablamaq istəyirsiniz. Aha, onu orada xərc kimi işləyir, onda da. Ha, başa düşdüm. Amma elə eləyin, onda. Ha, başa düşdüm. Başa düşdüm. Onu siz belə də işləyə bilərsiniz. Tərtərsəb şəxs yox. Kassını xaric eləyin. Sonra da ki, orada kassada bizdə belə bir şey var da. Kassadan verirsiniz pulu. Onda belə eləmək var da. Burada bizdə tərtərsəb şəxs də var. Onunla da eləmək var. Belə baxanda. Ya da ki, promo vasitəli xaric eləyə bilərsiniz. O xarici bir dəfə edirsiniz, düzdür? Onu elə eləyin də, onda hamıda elə eləyin də. Yəni siz onu doldurmağına ehtiyac var, yoxdursa? Deyək ki, tərtərsəb şəxsdir, seçdik. Lazımdırsa biz onu doldurmasını. Tərtərsəb şəxs kimdir? Seçdik. Səfərovun mətləbdədir. Məbləğ 100 manat məsəl verirsə ona. Нет, потому что он берет из Kassa. Olsun. Açıqlamasını yazırsınız ki, məsəl üçün ki, ezamiyyət xərci, yəni başqa nəsə. Nə istəyirsiniz seçərsiniz, mən də elə bir təhqiqatçı gəlmişəm. Aslında bunu yazmaq düzgün deyil. Gəlin yaradaq da gəlsin. Yazaq ezamiyyət xərci yazaq. Ezamiyyət xərci. Yazdıq, yaratdıq. Keçirdik. Yoxsa da sabahlarında qalıq pulu ala bilirsiniz də ondan. Düzdür. Satışdan qaytarılan. Satışdan qaytarılan. Digər hesabdan qaytarılan. Satışın qaytarılan. Deyə hesabatı verilən şəxsin qaytarılan. Burada yeni göstərik depoyu. Məsəl üçün 20 manatın qaytarıb bizə həmin mətləb. Düzdür. Bu da yazırıq bura ezamiyyət. Düzdür. Bu formada eləyəcəksiniz də.
Xərclər üçün də xərclər göstərici burada bizdə avans şey var. Avans hesabatı var bizdə burada. Dəqiq onu da tapım. Alışlar şimdi öz interfeysini keçsin. Test edəcəm. Demək, zakupki avans açıq desən açmamışam məsələdə sizdə. Avans hesabatı. Bir dəqiqə açsam. Burada olmalıdır. Prosta yaxşı tutam. Keçərimiz. Kazançesi var. Avans açıqlar. Dəqiqə. Həzinadarlıqda avans hesabatı var. Görürsünüz bunu? Burada yaradırsa avans açıqdır. Burada göstərir həmin səfər mətləbi, düzdür. Seçdik. Nə alış eləyib, nə xərcləyib. Burada göstərməsi yazırsınız ki, ezamiyyət yazısı 1. Məsəl üçün. Tarix. Ayın 7-si məlumat verir. Yazırıq. Ezamiyyət xərci. Lap bir ayrı yaza bilər. Buna bu qədər, buna bu qədər, buna bu qədər. Burada görürsünüz. Hər formada ama düşəcək, elə şey olur. Yox, hətta yazmalıdır orada. Burada nə xərc yaradarsınız? Ezamiyyət xərci. Biz var, keçdiniz. Bunun əsasında gözmə xaric orderi var, xəzinə və xaric orderi. Bunu buradan promo yarada bilərsiniz. Bildiniz mi? Bu sizə qaytarılan puldur. Yox, bu üzr istəyirəm, bu verdiyiniz puldur, bəli. Bu verdiyiniz puldur. Bu məxaricdə bu. O birisi nə alacaqsa, o mədaxil edəcəksə onu. Bəli, alışlar varsa, alışlar yazacaq. Görürsünüz, 20 manat qalıb, görürsünüz. 20 manat göstərir. Bəli, nəsə alıb gətirib gəlir, bəli. Eyni məntiq. Bu qədər. Videonu dayandırım, çox uzun oldu.